Bax, bu uşaq oğlan uşağıdır. Bu qız uşağıdır, düzdür. Bunun hökumət bilmir ki, valideyn bunu nə dərdlə böyüdür. Hani o neftdən, qazdan gələn gəlir. Bir qəpik bu insanlara yardım olub, yox. Ancaq bunun yaşı tamam olanda deyəcək vətənə borcu var. Hansı vətənə, hansı vətəndən danışaq? Bu uşağın vətənin buna borcu var. Bu uşağın vətənə borcu yoxdur. Bu uşaq üçün neyiniyib bu hakimiyyətdir? 18 yaşında bunu ordu sıralarına aparıcı. Neftdən, qazdan gəlirdi, Rövnəqin oğlu 2 milyonluq saat taxır, nə bilim filan kesin oğlu, offshore zonalarda milyardlar, İlham Əliyevin daha ölkədə yer qalmayıb ki, malikanəsi, nə bilim villası olmasın. Qazdan, neftdən gələn gəlir, bəli, onların özləridir. Bura Azərbaycan Respublikası, bu hakimiyyətçi bir dənə obyektdir. Bir obyekt kimi bu ölkədən istifadə edirlər. Çox qutardı getdi. 30 ildə bu hakimiyyətdən heç nə gözləmir. Əgər 30 ildə insanların yaşayışı uğrunda, insanların bir xoş yaşayışı üçün əgər bu hakimiyyət heç nə eləməyibsə, heç bundan sonra da heç nə eləməyəcək. Bu hakimiyyətin bir yolu var ki, üzü sulu çıxsın, geçsin. Onlara doğrudan da onlara nəsə təklif eləyəsən, bunu belə elə, bunu hələ elə, qeyri-mümkündür. Bu da hakimiyyətin oyunu. Dünya şöhrətli alim Qubad İbadoğlu'nun içəri basır. Saxta ittihamlarla. Bu hakimiyyətdən nə gözləyirsən? Nə gözləyəsən də bu hakimiyyətdən? Bütün xarici dövlətlər bu insanı müdafiə edir, bu insana ehtiyacı var, bir iqtisadçı alim kimi. Ancaq İlham Əliyev onu içəri basır. Niyə? Çünki sərf eləmir ona, iqtisadiyyatı qaldırar. İlham Əliyev yaxşı prezident olsa, yaxşı dövlət başçısı olsa, Qubad bəy kimi o qədər xaricdə alimlərimiz var ki, onları birin sağında əyləşdirər, birin solunda. Prezident deyirsə ki, ya neftdən, qazdan gələn pullar xalqa xərcləyir. Xalqın bir nümayəndəsi mən. 35 il işləmişəm, ali savadlı adamam. Nə mənə pensiya vermir, nə bir şey. 2018-ci ildən 5 ildir mən işdən də azad eləyiblər. Nə yardım ala bilirəm, nə heç bir şey ala bilmirəm. Bu yalandan deməklə deyil ki, qazın, neftin xalqın arasında bir. Hansı bir xalqın nümayəndəsi gəlsin desin ki, o neftdən, qazdan mənə bir qəpik xeyri var. Xeyrini ancaq onlar özləri görürlər.